Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Amma ba'd. Möhtərəm Müslüman qardaşlarım, Allahın salamı ilə hamınızı salamlayıram. Həmişəki kimi təqvalı olmağa, Allahdan qorxmağa sizi çağırıram. Elhamdülillah, Allah'a şükürlər olsun ki, bir neçə gün ərzində qısa da olsa, lakin inşallah faydalı məlumatlar əldə etdik. Xüsusən də Tövhid barəsində Allaha iman, mələklərə və kitablara iman. Bugün inşallah Allahın seçdiyi peyğəmbərlərə və elçilərə iman barəsindədir mövzumuz. Bu da davam edəcək yəqin ki, bir 3-4 gün. Allah subhanahu teala müminlər haqqında deyir ki, Kullun əmənə billahi və mələikətihi və kutubihi və rusulih. Onların hamısı Allaha, onun mələklərinə, kitablara və elçilərə iman gətirdi. Və dedilər ki, lən fərriku bəynə əhədim min rusulih. O elçilərin arasında heç bir fərq qoymuruq. Hamısına iman gətiririk. Bəziləri elə zənn edir ki, biz Məhəmməd sallallahu aleyhi və səlləmi onlardan daha fəzilətli hesab etməklə onlara fərq qoyuruq. Bu fərq qoymaq deyil. Onların birini digərindən Allah subhanahu teala özü fəzilətli etdi. Bəqərə surəsi 253-cü ayədə deyir ki, Tülkə rusulü faddalnə ba'dahum alə ba'd. O elçilər ki, onların birini digərindən fəzilətli etdik. İsra surəsi 55-ci ayədə də deyir ki, və ləqəd faddalnə ba'dən nəbiyyinə alə ba'd. Peyğəmbərlərin birini digərindən üstün etdik. Baxın, bir ayədə Bəqərə 253-də elçilərin birini digərindən fəzilətli etdik deyir. İsra surəsi 55-ci ayədə də Peyğəmbərlərin birini digərindən fəzilətli etdik. İmkan vermir ki, kimsə qalxıb desin ki, siz ədalətsizlik edirsiniz və ya Peyğəmbəri həddindən artıq şişirdirsiniz. O bədbaxt fikirləşmir ki, şişirtməklə fəzilət arasında fərq var. Şişirtmək o deməkdir ki, onu Allah dərəcəsinə çatdırasan. Necə ki, nəsranilər İsa'nı, Yahudilər də Üzeyri şişirtdilər və s. Peyğəmbərlərin üzərində məscidlər bina etdilər, onlardan yardım istədilər və s. Allaha şərik qoşdular. Amma Rasulullah sallallahu aleyhi və səlləmi Allah özü bütün peyğəmbərlərdən fəzilətli edib. Bu barədə indi deyəcəm. Ümumiyyətlə, Quran-ı Kərimdə 25 peyğəmbər və elçinin adı bizə məlumdur. Üçü barəsində isə alimlər ixtilaf edib. Onlar peyğəmbər deyil. Zülqarneyn, Loğman, bir də Üzeyr. Bu üçü peyğəmbər deyil. Yerdə qalan hamısı peyğəmbər və elçilərdir. Onlardan 25-inin adı, 18-inin adı, yalnız 18-inin adı Ən'am surəsi 83-cü ayədən 86-cı ayəyə qədər 18-nin adı qeyd olunub. Ən'am surəsi 83-dən 86-ya qədər. Və biz bilirik ki, peyğəmbərlərin sayı 25 ilə məhdudlaşmır. 25-dən də çox peyğəmbərlər olub, elçilər olub. Lakin adları bizə məlum olan 25-dir. Adları bizə məlum olmayan peyğəmbərlər də var ki, onlara da iman gətirməliyik. İman gətirməliyik. Allah subhanahu teala deyir ki, وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ مِنْهُمْ مَنْ قَسَسْنَا عَلَيْكَ وَمِنْهُمْ مَنْ لَمْ نَقْسُسْ عَلَيْكَ. Səndən əvvəl də nə qədər peyğəmbərlər göndərmişdik. Onlardan bəzilərinin haqqında sənə xəbər vermişdik, bəzilərinin haqqında isə yox. Xəbər vermədiyi peyğəmbərlər haqqında da onlara iman gətirməliyik ki, Allah tərəfindən göndəriliblər. Yəni, hər bir qövmə peyğəmbər göndərilibsə, yer üzündə 25 qövm yoxdur ki.
Nə qədər qövmlər var. Hər birinə Peyğəmbər göndərilibsə, gör, nə qədər minlərlə Peyğəmbər gəlir. Peyğəmbərlərin, elçilərin arasında ən fəzilətlisi ulul azm Peyğəmbərləridir. Əzəmətli, hörmətli olan Peyğəmbərlər. Bunlar da Nuh aleyhissalam, İbrahim, Musa, İsa, Məhəmməd salavatullah aleyhim əcməin. 5 Peyğəmbərdir. Nuh, İbrahim, Musa, İsa, Məhəmməd sallallahu aleyhi və səlləm. Buna da dəlil Əhzab surəsi 7-ci ayədə Allah subhanahu teala buyurur ki وَاِذْ əxədnə minən nəbiyyinə mithəqəhum. Biz Peyğəmbərlərdən əhd aldıq. Nə əhd? Tək Allahlığı dəvət edəcək ümmətinə və şirkdən onları çəkindirəcək. Və minkə, səndən birinci bax Məhəmməd s.ə.v-in adını çəkər. Və min Nuhin və İbrahimə və Musa və İsa ibn Məryəm. 5 Peyğəmbər. Başqa bir dəlil də var, yenə bu 5-inin əzəmətli olmasına. Bu da Şura surəsi 13-cü ayədir. Bunların içərisində isə, bu 5-inin içərisində ən fəzilətlisi ikisidir. İbrahim aleyhissalamla Məhəmməd sallallahu aleyhi və səlləm. Və o ikisinin də içərisində ən fəzilətlisi Məhəmməd sallallahu aleyhi və səlləmdir. Bütün dünyaya, bütün bəşəriyyətə göndərilmiş Məhəmməd sallallahu aleyhi və səlləm. Və Peyğəmbərlər özlərini seçmir. Onları Allah seçir. Allah insanlardan da Peyğəmbər seçir, elçi seçir, mələklərdən də. Mələklərdən bizə məlum olan elçi Cəbrail aleyhissalam. Həc surəsi 75-ci ayədə deyir ki Allahu yastafi minəl mələikətə rusulən və minən nəs. Allahdır həm mələklərdən, həm də insanlardan elçi seçir. Onlara qarşı, elçilərə, peyğəmbərlərə qarşı olan bizim münasibətimiz, imanımız necə olmalıdır? Bunu diqqətlə yadınızda saxlayın. Xətaya yol verməyəsiniz deyə. Birincisi, iman gətirməliyik ki, onlar kamil əxlaqa, imana, əqidəyə, ədalətə, təqvaya və s. gözəl xüsusiyyətlərə malikdirlər. Kamil şəkildə. Biz o xüsusiyyətlərə malikik. Amma kamil şəkildə yox, naqis şəkildə. Haradasa xətaya yol veririk. Peyğəmbərlər isə həmən gözəl xüsusiyyətlərə kamil şəkildə malikdirlər. İkinci, vacibdir ki, onları sevək, onlara hörmət edək, onlara yardım edək. O vaxt yardım edənlər həm öz qüvvələri ilə, malı ilə, həm də gətirdiyi dini qorumaqla, yaymaqla yardım edirdilər. Bizim isə borcumuz yalnız onların gətirdiyi o dini qorumaq və yaymaqla onlara yardım etməkdir. Və onların gətirdiyi hər bir kəlməni təsdiq etmək ki, həqiqətən bu Allah tərəfindəndir. Onlar yalan danışmırlar. Təhrif isə onların qövmü tərəfindən olub. Onlar tərəfindən təhrif olunmayıb. Heç bir kitab. Üçüncü, bayaq dedim ki, onları Allah seçir. Onlar özlərini seçmir. İman gətirmək lazımdır ki, bəli, Peyğəmbər s.ə.v çoban olub, Allah onu seçib. Hansısa Peyğəmbər dülgər olub, Allah seçib. Hansısa Peyğəmbər təmirçi olub, Allah onu seçib. Allah seçir, heç kəs seçmir. Vacib deyil ki, Peyğəmbər qəbilə rəisi olsun, hər hansı bir qəbilənin başçısı olsun, zadəgan ailəsindən olsun. Vacib deyil, Allah istədiyini seçir. Yazıb oxumağı bacarmayana elə kəlam öyrətdi ki, yazıb oxumağı bacaranlar elə bir kəlam gətirə bilmədi. Göstərmək üçün ki, bu Allah tərəfindəndir. Dördüncüsü, onlar yalandan, xəyanətdən, Allahın verdiyi əmanəti gizlətməkdən, yəni Qurandan və s. səmavi kitablardan uzaqdırlar. Bu cür nöqsandan Peyğəmbərlər uzaqdır. Beşincisi, böyük günahlardan məsumdur.
Böyük günahlardan. Peyğəmbərlər böyük günah etməyiblər. Bu barədə indi gələcək mövzu, biraz geniş. Lakin kiçik günahlar ediblər. Bu barədə indi danışacağım. 6-cı, təbliği kamil şəkildə ediblər. Kimsə gəlib desə ki, yuxuda gördüm, Peyğəmbər s.ə.v mənə gəldi, dedi ki, çorabın üstündən məhz çəkmək olmaz. Nə bilim, gecə durub mütləq hər gün 100 rükət namaz qılmalısan və s. və s. cəfəngətlər, buna inanmaq olmaz. Çünki Peyğəmbər s.ə.v sağlığında əmanəti, Allahın verdiyi ona əmanəti tam şəkildə təbliğ edib, sonra da vəfat edib, dünyasını dəyişib. Əgər Peyğəmbər s.ə.v yuxuda gəlib hər hansı bir şəriət hökmünü verə bilməzsə və ya qeybdən onun səsi gəlib müəyyən bir şəriət hökmünü bizə izah edə bilməzsə, necə ola bilər ki, sufilər desin ki, hardansa qeybdən şeyxim mənə xəbər verdi və yaxud müştəhidim mənə xəbər verdi və yaxud 12-ci imamın səsi gəldi mənə ki, belə et. Bu necə ola bilər? Əgər Peyğəmbər s.ə.v-i Allah s.ə.v bizdən ayırıb, sözsüz ki, təbliği axıra qədər etdikdən sonra necə ola bilər ki, Peyğəmbər bunu edə bilmir? Ondan da səviyyədə aşağı olanlar, Allah tərəfindən heç seçilməyənlər bunu edə bilsin. Bu mümkün deyil. Peyğəmbər, onda belə çıxır ki, Peyğəmbər s.ə.v Allaha xəyanət edib, tam dini təbliğ etməyib, neysə dindən qalıb ki, onun davamçıları tamamlayır. Onun davamçıları, müsəlmanlar heç nə əlavə etmədən onun dediklərini necə var götürüb təbliğ edirlər. Peyğəmbər s.ə.v deyir ki, bəlliğu anni vələv əyə. Demir ki, ətimmu anni vələv əyə, vələv hədisən. Mənim adımdan ayə də, hədis də olsa insanlara çatdırın, mənim adımdan. O nə deyib, onu götürün, çatdırın. Götürün, çatdırın. Dində heç bir yeniliyə yer vermək olmaz. Öz fikrimi gətirmək olmaz ki, bu mənim fikrimdir. Peyğəmbər s.ə.v deməyib ki, özünüzdən neysə dinə əlavə edin, tamamlayın, icazə verirəm. Buna görə də ya iki yoldan birini seçməlisən. Ya Peyğəmbər s.ə.v dediyini necə var elə götürüb cəmaata çatdırmalısan, qoy sənə desinlər ki, keçmişə qayıdır. Yeni İslam olmur. İslam necə var elədir, qiyamətə qədər də elə davam edəcək. Ya da sən özündən yeni İslam gətirməlisən ki, bu müasir İslamdır. Bu da Allah tərəfindən üstünə onun bir xat çəkiləcək. Batil olacaq sənin bütün əməllərin. Allahın və Peyğəmbərinin şəriətinə zidd hərəkət etdiyin üçün. 7-ci, onlar insandır, bizim kimi. Yeyir, içir, yatır, vəfat edir və s. Qeybdən xəbərləri yoxdur. Yalnız Allah onlara qeybdən nəyi deyirsə, ondan sonra o cavabı verir və yaxud qeybdən xəbər verir. Gəlib soruşurlar ki, filan şeyin hökmü necədir? Peyğəmbər s.ə.v susur, gözləyir Allah tərəfindən vəhiy gəlsin. Ondan sonra cavab versin. Vəhiy gəlməmiş, cavab vermir. Və necə deyə bilərik ki, indiki zamanədə hansısa bir falabaxan, hansısa bir kahin qeybdən xəbər verir. Gəlirsən, sual verirsən ona ki, filan şey necə olacaq? Xəbər verir. Peyğəmbər s.ə.və sual verirlər, şəriət hökmü. İctihad edib deyə bilər, amma demir, susur ki, vəhiy gəlsin. Bu nə cürətlə, heç Allahla əlaqəsi olmadan cürət edib bunu deyir. Peyğəmbər s.ə.v-in Allahla əlaqə olan bir şəxsin cürəti çatmır ki, bunu desin. Amma bu bədbəxtlər necə cürət edib Allahın və Peyğəmbərinin adından yalanlar danışırlar. Qeybdən xəbərləri var bunların. Qeybdən heç kəsin xəbəri yoxdur Allahdan başqa. 8-ci, onları sevdikdə, itaat etdikdə ifrata varmaq olmaz. Dua yalnız Allahadır. Duada Peyğəmbərləri vasitə qoşmaq Allaha qadağandır. Fikir verin, Peyğəmbər s.ə.v ölüm anında nə deyir? Ölüm anında adətən insan ən mühüm şeyi deyir, vəsiyyət kimi. Ən mühüm olan bir şeyi. Ölüm anında deyir ki, Lə'anəllahul Yahudə və Nasara.
İttəxədu qubura ənbiyəhum məsəcid. Lənət edib Allah yahudilərə və nəsranilərə. Ona görə ki, onlar peyğəmbərlərinin qəbirlərini məscidə çevirdilər. Fikir verir, gör necə qısa bir cümlə ilə, müxtəsər bir cümlə ilə bütün ibadəti əhatə etdi. Məscid deməklə Peyğəmbər s.ə.v demək istəyir ki, qəbrin üstündə gəlib Quran oxumaq, qəbirdən gəlib neysə istəmək, qəbirdəkini vasitə qoşmaq Allaha, qəbrin yanında qurban kəsmək, nəzir vermək və s. və s. Nə ki, məscidlə, ibadətlə bağlıdır, bunların hamısını, bunların hər hansı birini etmək Allahın lənətinə səbəb olur. Onu etmək ilə Allah ona lənət edir. Fikir verirsiniz, Peyğəmbər s.ə.v bir sadalamadı bu şeyləri. Bir də məscid deməklə izah elədi. Ona görə başqa hədisdə də deyir ki, Lə tətruni kəmə atarafin nəsara Məsih ibn Məryəm. Nəsranilər İsanı şirtdikləri kimi siz də məni şirtməyin. Mən innəmə qulu inni abduhu innə Muhammedən abduhu və rasuluhu. Və deyin ki, Məhəmməd Allahın qulu və elçisidir. Qulu, yəni Allah deyil. Elçisi, yəni adi insan deyil. Allah tərəfindən seçilmiş insandır. Fikir verirsiniz, nə adi insan deyil. Ki, adi insan kimi, Məhəmməd də. Məhəmməd sallallahu aleyhi və səlləm. Nə də Allah deyil ki, ya Məhəmməd, mənə neysə övlad ver. Ya xahiş ilə Allah mənə övlad versin. Allah birbaşa Allahdan istəsən verəcək sənə. Ehtiyac yoxdur Məhəmmədi sallallahu aleyhi və səlləmi vasitə qoşasın. 9-uncusu, onların hamısının təbliğatının əsli eyni olub. Əsl. Yəni, tovhid, tək Allahlığa ibadət, şərik qoşmaqdan da çəkindirmək, hamısında eyni olub. Amma yerdə qalan o şəriyə hökmlər, kimisi nəcis bədəninə düşəndə oranı kəsib atırmış, paltarını kəsib atırmış, kimisi yuyurmuş, kimisi 6-cı gün balıq olub, qadağan olub, kimisinə icazə verilir və s. Şəriət hökmləri müxtəlif ola bilər. Amma əsli etiqad bütün peyğəmbərlərdə eyni olur. Və fikir verin, hansısa nəsrani müəyyən namazı istədiyi kimi qıla bilər. Özü bilsin. Amma etiqad məsələsində deyə bilməz ki, bizim kitabda belədir, sizin kitabda belə. Etiqad məsələsində bütün kitablarda eyni yazılır. Allah təkdir, heç bir şəriki yoxdur. Necə ola bilər ki, Allaha oğul, müqəddəs ruh, nə bilim nə, şəriklər qoşulsun. Bir dəfə demişəm, qardaşlar var ola bilsin ki, kimsə eşitməyib. Bir də deyirəm, diqqətlə yadınızda saxlayın ki, ola bilər haradasa bir nəsrani ilə mübahisəniz düşsün, bu cavabı verərsiniz. Müsəlman alim bir Rum imperatoru ilə mübahisə edir və o israr edərək deyir ki, İsa Allahın oğludur və siz bunu qəbul etmirsiniz, ona qarşı hörmətsizlik edirsiniz. Alim deyir, mənim sənə 2 sualım var. Birincisi, ilahi qüdrət və qüvvət sahibi olmalıdır. Elə deyilmi? Hökümdar, padişah deyir, bəli, elədir. Heç kəs ona qalib gələ bilməz ki, Allaha, ilahiyə. Deyir, yox. Deyir, bəs necə oldu ki, ilahinin oğlu, ilahi çarmıxa çəkildi. Nə ata kömək olamadı ona, nə də özü. Hər ikisi ilahidir. Heç birinin qüdrəti, qüvvəti satmadı o zəif məxluqa qalib gəlsin. Tutub onu çarmıxa çəkdilər. Bu bir. İkincisi, sizin rahibləriniz necə insanlardır? Deyir, bizim rahiblər pak, müqəddəs, günahsız insanlardır. Deyir, nə ilə sübut eləyərsən pak, müqəddəs olmaqlarını? Deyir, onlar gecə-gündüz kilsədə ibadət edir, evlənmir və heç uşaqları da olmur. Deyir ki, subhanallah, rahiblər Allahdan üstün oldu, rahibin uşağı olmur, Allahın deyirsən oğlu var, İsa Allahın oğludur. Necə olur bu? Rahib ondan da müqəddəs pakdır.
Bu tür cavabla bağlayır onu. 10-cu onların birinin digərindən əfsəl olması, buna da iman gətirmək lazımdır. Dəlilləri dedim. 11-ci də Uca Allah onlara kömək etmək üçün möcüzələr göstərib onların əli ilə və qövmünə uyğun olub möcüzələr, münasib olub. İsa Aleyhisselamın zamanında təbabət məhşur idi deyə İsa Aleyhisselamı onunla təbabətlə göndərdi. Təbabət sahəsində möcüzələr göstərməyə başladı. Musa Aleyhisselamın vaxtında sehir geniş yayılmışdı. Sehirlə möcüzə göstərdi, sehirə uyğun. Lakin o möcüzə idi, onların etdikləri isə sehir. Əsanın əjdahıya çevrilməsi, ilana çevrilməsi, əlin parıldaması və s. Süleyman Aleyhisselamın heyvanların, cinlərin dilini bilməsi. Məhəmməd s.ə.v-in də o vaxt ki, ərəblərin arasında o ərəb dilini bilmək çox geniş yayılmışdı. Şeiri elə səviyyədə əzbərdən, yəni əvvəlcədən hazırlaşmadan, sinədən elə deyirdilər ki, çox güclü idi o vaxt. O, deyək ki, şeirbazlıq. Əksəriyyəti şeir deyirdilər. Və Quran-ı Kərim gəldikdə, o şeir deyənlərdən biri, ən güclü şeir deyənlərdən biri. Deyək, gedim görüm, Məhəmməd s.ə.v nə şeir deyir? Onun şeiri mənim dediyimdən güclüdürmü? Tərəfdarları qoymur, deyir, gedmə, səni yoldan çıxardacaq. Və onun yanından keçdikdə qulaqlarını bağla. Qulaq asma onun dediklərinə. Deyir, niyə axı? Bəs gedim görüm, bəlkə onun dediyində həqiqət var. Nə qədər israr edib bunu saxlamağa çalışırlar, yenə də bu onların dediyinə qulaq asmır, gedir. Gəlir Peyğəmbər s.ə.v-in yanına, qulaq asır. Qulaq asan kimi deyir ki, sən özün şəxsən bu sözləri deyə bilməzsən. Çünki mən uşaq vaxtından bu şeirlə məşğul olan adam, o qədər təcrübə etmişəm, tətbiq etmişəm, şeir demişəm. Bu cür şey deyə bilmərəm, bu cür kəlam deyə bilmərəm, fikirləşə bilmərəm, bu cür cümlə qura bilmərəm. Axı, sən çoban olmursan, yazıb oxumağı bacarmırsan, sənin bunu deməyin möcüzədir və iman gətirir. O dəqiqə İslamı qəbul edir. Fəlsəfəçilər Peyğəmbərləri başqa cür izah edir. Güya Peyğəmbərlər o elmə başqa yolla nail olublar. Allah tərəfindən yox. Çox güclü elmə malik olduqlarına görə, yəni oturub elmlə məşğul olublar Peyğəmbərlər. Xəyala daldıqlarına görə daima xəyala dalıblar, fikirləşiblər. Və bir də insanlar arasında insanlarla çox təmasda olublar. Bu üç şeylə onlar o Peyğəmbərliyə nail olublar. İndiki vaxtda da o sufilərin o lap yuxarıda olanları həmən yolla özlərini gətirib o dərəcəyə çatdırırlar ki, artıq onlara ibadət vacib olmur. Nə namaz qılmırlar, nə oruç tutmurlar, deyirlər artıq biz o dərəcəyə çatmışıq. Ki bizə yəqinlik gəlib, artıq ibadət etmək bizə vacib deyil. Halbuki yəqinliyi onlar düzgün başa düşməyiblər. Allah subhanətə alə yəqinlik dedikdə ölümü qəsd edir. Peyğəmbərə s.ə.v əmr etdikdə ki, fəəbud rabbəkə həttə yətiyəkəl yəqin, Rəbbinə yəqinlik gələnə qədər ibadət et. Onlar elə zənn edir ki, yəqinlik gəldi, ondan sonra daha ibadət etmək lazım deyil. Amma yəqinliklə ölüm qəsd olunur. Ölənə qədər Rəbbinə ibadət et. Peyğəmbər s.ə.v heç zaman ibadəti tərk etməyin. Öləndə də, ölənə qədər ibadət edir. Və onlar, o müşriklər, fikir verin müəllif, həmən o fəlsəfəçiləri, sufiləri o müşriklərə bənzədir. Deyir ki, onlar görün nə deyirdilər. Ənam surəsi 124-cü ayədə deyir, o müşriklər deyirdilər ki, qalu lən nu'minə həttə nu'tə misləmə utiyə Rasulullah. Biz o vaxt iman gətirəcəyik ki, elçilərə verilmiş, bizə də verilsin. Onlara nə verilib?
Mələklər gəlir onlara, kitablar nazil olur. Onlara nə verilirsə, bizə də verilsin, ondan sonra iman gətirəcəyik. Allah subhanahu teala da etiraz edib deyir ki, Allahu a'lemu heythu yec'alu risalatahu. Allah daha yaxşı bilir kimi seçsin, elçi etsin, kimə peyğəmbərlik versin. Allah daha yaxşı bilir. Sən istəməklə deyil. Fikir verirsin, insanların hamısı alim olmur, elmli olmur. Kimisi səhərdən axşama qədər hansısa bir ticarətlə məşğul olur, kimisi fəhləlik edir, kimisi neysə edir. Bu elmi Allah subhanahu teala istədiyinə verir. Allah seçən. İnsan özü heç nə seçə bilməz. İnsan yalnız niyyət edə bilər ki, bunu istəyim. Ondan sonra Allah Teala sənə münasib bilsə, hikmətinə uyğun olsa sənə verəcək. Olmasa yox. Buna görə də kimsə görürsən ki, neysə bir məsələni başa düşmür və yaxud elmə tamamilə həvəsi yoxdur. Biraz oxuyur, yorulur. Onları qınamaq olmaz. Çünki bu adamda istək var, amma Allah buna vermir. Və elmi öyrənmək də, elmi dinləmək də hamıya vacib deyil. Fərz deyil ki, elmi öyrənməsə də olar, dinləməsə də olar. Lakin vacib olan şeyləri hamı bilməlidir. Namaz qılmaq, oruç tutmaq, bu şeyləri hamı bilməlidir. Qalan o dərinlikləri bilməsələr də olar. Peyğəmbərlərin möcüzələri çox olub. Lakin əsasən Allah subhanahu teala tək-tək möcüzələr göstərib ki, onun vasitəsilə insanlar dəhşətə gəlsin. Dəhşətə gəlsin ki, belə şey ola bilməz. Bunu edən yalnız Allah ola bilər. Məsələn, Salih əleyhissalamın vaxtında qayadan dəvə çıxır. Bunu heç kəs inana bilməz. Gülməli gələr ki, qaya daşın içindən dəvə çıxdı. Əsa ağac, adi ağac ilana çevrildi. Ölünü diriltdi İsa aleyhissalam. Bu cür möcüzələr o qövmü dəhşətə gətirib. İnanıblar ki, doğrudan da o Allahın elçisidir. Seyirbazlar yığılır, seyir göstərir. İpləri atırlar, iplər ilana çevrilir. Və Musa aleyhissalam ki, ağacı atır, ilana çevrilir, onların bütün iplərini uydur. Bunlar dərk edir ki, onun etdiyi artıq seyir deyil. Seyir odur ki, insanların gözünü bağlayasan, gözünə başqa şey göstərəsən, amma həqiqətdə iplər olsun. Bunlar isə həqiqəti də görür ki, ağac deyil, doğrudan da ilana çevrilir. Və hamısı səzdə edir. Deyir ki, Musanın Rəbbinə iman gətirdik. Budur Allahın möcüzəsi. Peyğəmbər s.ə.v möcüzəsi, məsələn, ayın iki yerə bölünməsi. Ay iki yerə bölündükdə kafir kafirliyində də qalır. Abu Cəhil yenə iman gətirmir, deyir ki, bu sehirdir. O sizin gözünüzü bağlayır. Necə ki, Firon Musaya iman gətirmədi. Əksinə seyirbazlara deyir ki, siz məndən icazəsiz iman gətirdiniz Musaya, onun Allahına, Rəbbinə, hamınızı çarmıxa çəkəcəm, əllərinizi kəsəcəm, ayaqlarınızı kəsəcəm. Fikir versən, kafir onsuz da inanmır. Onlar üçün göy aralanıb Allahı görsələr belə, yenə inanmayacaqlar. Amma qiyamət günü inanmamağa onların heç bir əsası olmayacaq. Qiyamət günü isə gec olacaq, tövbə qəbul olunmayacaq, peşmançılıq da özlərinə qalacaq. Peyğəmbər s.ə.v-in möcüzələrindən İsra və Meyrac. İsra və Meyrac, yəni Məkkədən Qüdsə, oradan da Allahın dərgahına qalxması, o vaxt ki, insanlara qəribə gəlirdi. Amma indi artıq təyyarə, raket çıxdıqdan sonra heç bir qəribəlik qalmır. Lakin buna baxmayaraq, indi də bəzi insanlar buna iman gətirmir. Amma Əbu Bəkir radiyallahu anhu gəlib ona deyən kimi deyir ki, mən ondan da çox, yəni ondan da böyük bir məsələyə iman gətirdim. Yəni Allah tərəfindən ayələrin nazil olmasına iman gətirdim. Buna niyə iman gətirməyim ki? Əbu Bəkir radiyallahu anhu bunu deyən kimi Peyğəmbər s.ə.v eşidir və ona o siddiq ləqəbini qoyur. Siddiq yəni təsdiq edən. Eşidən kimi o dəqiqə təsdiq edir. Necə ki, rəvayətlərin birində Peyğəmbər s.ə.v bir rəvayəti danışır, sahabələr belə şübhə ilə yanaşır. İnanmaqları gəlmir ki, öküz danışa bilər, canavar danışa bilər.
Amma Peyğəmbər s.ə.v gör nə deyir? Deyir, mən buna iman gətirirəm. Əbu Bəkir, Ömər də buna iman gətirir. Əbu Bəkirlə Ömər onun yanında olmur o vaxt. Onların əvəzinə cavab verir. Deyir ki, onlar da iman gətirir. Çünki yəqin bilir ki, onlara deyən kimi inanacaqlar. Həmsinin Peyğəmbər s.ə.v-in ovucunda daşlar təsbih edib Allahı. Və bu təsbihi, yəni Subhanallah, Elhamdülillah bu cür zikri sahabələr də eşidib. Peyğəmbər s.ə.v üçün bu möcüzədir, sahabələr üçün isə kəramət. Həmçinin Peyğəmbər s.ə.v bilirsiniz, kötüyün üstündə həmişə xütbə verərdi. Onun üçün minbər düzəltdikdən sonra gedib minbərdə xütbə verməyə başladıqda kötüyü başlayır ağlamağa. Və Peyğəmbər s.ə.v gəlib onu bucaqlayır, ondan sonra sakitləşir. Bu da möcüzədir. Onun səsini sahabələr də eşidirdi. Həmən onun kötüyün ağlamasını sahabələr də eşidir. Gələcək hadisələr barəsində Peyğəmbər s.ə.v-in xəbər verməsi. Qiyamətin nə qədər əlamətləri var ki, Mədinə tərəfdən od çıxması, deyir ki, Peyğəmbər s.ə.v Mədinə tərəfdən od çıxacaq. Bəsrədə dəvələrin boyunu işıqlanacaq oddan. İbn Kəsir yazır ki, bu haradasa 600-cü ya 700-cü illərdə baş verib. İbn Kəsir, Zəhəbi bunları qeyd edirlər tarixdə ki, bu artıq baş verib. Və bundan başqa nə qədər şeylər Peyğəmbər s.ə.v xəbər verib, xəbərlərin hamısı düz çıxıb. Əgər Peyğəmbər s.ə.v desəydi ki, məndən sonra belə olacaq, o olmalıydı. Olmayıbsa, ya Peyğəmbər yalan danışır, sallallahu aleyhi və səlləm, ya da ki, kimlər ki, deyir, bu olmalıydı, niyə olmadı, onlar yalan danışır. Çünki Peyğəmbər s.ə.v qəsd edibsə, neysə deyibsə, olmalıdır. Niyə? Peyğəmbər s.ə.v-in dediyi öz başından deyil ki, bayaq dedim ki, qeybdən dediyi xəbərlərin hamısı Allah tərəfindəndir. Allah da görün nə deyir? Deyir ki, وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ صِدْقًا وَعَدْلًا. Sənin Rəbbinin kəlamı həm ədalət baxımından, həm də düzgünlük, yəni ki, həqiqət baxımından tamam oldu. Nə deyibsə, ədalətlə deyib, heç bir ədalətsizlik, zülm tapa bilməzsiniz Allahın kəlamında. Və nə xəbər veribsə, baş verib. Onda da yalan tapa bilməzsiniz. Həmçinin Peyğəmbər s.ə.v-in Ömərlə Osmanın radiyallahu anhumanın şəhid olması barəsində xəbər verir. Bəli, onlar şəhid də olur. Ömər radiyallahu anhu Mədinə şəhərində əmir olur. Yəni ki, bütün möminlərin əmiri olur. Mədinə şəhərində oturur. Müsəlmanların mərkəzi Mədinə şəhəri olur. Və Mədinə şəhəri də o vaxt əmin-amanlıq bir yer olur. Müharibə getmir orada, müharibə qıraqda gedir. Ömər isə bu hədisi bilir. Bilir ki, şəhid olacaq. Və dualarında çox vaxt dua edib deyir ki, Allahumma rzuqni şəhədətən fi səbilik vəcəl mauti fi bələdi rasulik. Allahım, sənin yolunda şəhid olmağı mənə qismət et və Peyğəmbərinin şəhərində ölməyə məni müvafiq et. Peyğəmbərinin şəhərində ölüm. Qızı soruşur ki, ya Rasulullah, estağfurullah, ey ata, necə sən belə dua edə bilərsən? Axı bu şəhər əmin-amanlı olan bir yerdir. Burada sən necə şəhid ola bilərsən? Sən yerə gedəsən, vuruşasan, cihadda şəhid olasan. Ömər radiyallahu anh heç nə demir. Və həqiqətən də şəhid olur. Namazda vururlar, şəhid edirlər. Və Peyğəmbər s.ə.v-in dediyi həqiqət baş verir. Müşriklərin Bədir döyüşündə ölməsi barəsində Peyğəmbər s.ə.v deyir ki, sabah Əbu Cəhil burada öləcək. Filan kəs Umeyyə burada öləcək. Filan kəs burada öləcək. Sabah sahabələr döyüşdən sonra görürlər ki, Əbu Cəhil oradadır, o birisi oradadır, bu birisi buradadır. Harada deyibsə, orada da öldürülürlər. Yığırlar, atırlar bunları quyuya
Peyğəmbər s.ə.v gəlir, durur quyunun başında, deyir ki, Rəbbimin sizə vəd etdiyi xəbərin doğru olduğunu görürsünüz. Artıq bu demək istəyir ki, artıq onlar orada əzab çəkir. Bu da onlara müraciət edir ki, görürsünüz, mən sizə deyirdim, Allah şərik qoşmayın. Sahabələr Ömər radiyallahu anh deyir ki, ya Rasulullah, onlar bizi eşitmir. Sən onlara danışırsan. Fikir verir, burada da hikmət var, qəbristanlıqda yeyib ölü ilə danışmaq. Kimlər ki, deyir ki, onlar bu hədisi dəlil gətirir. Arxasını demirlər. Arxasını Peyğəmbər s.ə.v deyir ki, sizin eşitmədiyinizi mən eşidirəm. Bu da dəlildir ki, onlarla ancaq Peyğəmbər s.ə.v danışa bilər. Onların nəyisə müraciət edə bilər. Siz isə sahabələr eşidə bilməzsiniz. Sahabə eşidə bilməzsə, onlara o cür kəramat vermişdir Allah Teala. Bəs biz necə eşidə bilərik və yaxud kiməsə müraciət edə bilərik? Ay, nə bilim, Xıdır zində baba, nə bilim, nə baba, o üçün bizə nəyisə ver. Necə deyə bilərik? Kim bunu bizə əsas verir ki, bunu biz deyək? Nə Quran, nə hədis bizə bunu əsas vermir. Sonra yağışın nazil olması. Sahabə deyir ki, Peyğəmbər s.ə.v əlini qaldırdı, dua etdi. Əlini aşağı salanda artıq saqqalından yağış damcıları tökülürdü. Dəhşət deyir bu. O dəqiq Allah subhanətə alə onun istəyini qəbul etdi, yağış yağdı. Və bir həftə bu yağış davam etdi. Və bir də daşın ona salam verməsi. Peyğəmbər s.ə.v deyir ki, mən Məkkədə bir daş tanıyıram. Hər dəfə onun yanından keçəndə mənə salam verirdi. Daş, subhanallah. Amma necə nəzirliyi bizə məlum deyil. Və bundan başqa möcüzələr var, çoxdur. Alimlər 3000-ə çatdırıb Peyğəmbər s.ə.v möcüzələrini ki, 3000-ə yaxın möcüzələri var. Möcüzələrlə sehr arasında nə fərq var? Nə fərq? Əvvəla, laf birinci fərq odur ki, bu zamanədə möcüzə ola bilməz. Olan şeylərin hamısı ya kəramətdir, ya sehr. Peyğəmbər yoxdursa möcüzə necə ola bilər? Möcüzə Peyğəmbərlər üçündür. İkincisi, möcüzə açıq aydın olur. Açıq aydın görürsən ki, doğrudan da bu möcüzədir. Ancaq sehir də, sehirə baxanda şübhə oyanır ki, ola bilsin ki, belə bir şey olmasın. Qurma bir şey olsun. Və s. Şübhə düşür qəlbinə. Möcüzədə isə belə şey olmur. Üçüncü, möcüzələr qeyri-adi bir şey olur. Allah subhanətə alə elə bir şey göstərir ki, onu əvvəl heç kəs etməyib. Belə şey eləmək mümkün deyil. Amma sehir, cinlərin, şeytanların bacardığı bir şey olur. Allah subhanətə alə onlara o qüdrəti verib. İnsanlara göstərir ki, insanın bacarmadığı bir şeyi cinin vasitəsilə göstərsin və onları təəccübləndirsin, dəhşətə gətirsin ki, bu neysə bir şey elədir, möcüzə elədir. Dördüncü, möcüzə iman gətirən şəxs üçün gəlir, Peyğəmbər üçün, təqva sahibi və s. Amma seyir yalnız kafirə, fasiqə, münafiqə bunlara gəlir. Beşincisi, möcüzəni qarşısını heç kəs ala bilmir. Ala da bilməz, çünki bu Allah tərəfindən gəlir. Amma sehrin qarşısını almaq mümkündür. Zikirlə, dua ilə və s. Bir maraqlı hadisə baş verir sahabələrin vaxtında. Bir sehirbaz gəlir İslam'a təzə gəlmiş sahabələri yoldan çıxarmağa. Sehir göstərir onlara. Bunun sehiri doğrudan da çox güclü olur. Girir eşeğin ağzından və arxadan çıxır. Onun elə özünə layiq olan yerdən. Sahabə də gəlir, görür ki, bunların başını xarab eləyib. Ölür, dirilir. Nə bilim, cürəbədür şeylər göstərir. Qarnına nizanı soxur, o tərəfdən çıxardır. Sahabə dözmür. Nə qədər bunlara deyir ki, bu sehirdir, inanmayın. Görür ki, qulaq asmırlar, gəlir onun başını üzür. Dilindi, diril dözür, görür necə dirildirsən. Diril də bilmir.
Çünki artıq sahabə seyir eləmir, doğrudan bildirir onu. Və möcüzələr, fikir verin, möcüzələri Allah Subhanahu Teala müəyyən zamanda onlara göstərib və o möcüzələr o zamanda da həmən insanlarla ölüb gedib. İsa aleyhissalam dirildir dövrünü, o ölüb getdikdən sonra, yəni Allahın dərgahına qalxdıqdan sonra artıq o möcüzəni kim göstərə bilər? Və kim deyə bilər ki, belə bir möcüzə olub, o şəxsə deyəcəklər, göstər görüm, hani inanmıram. Və yaxud Musa aleyhissalam əsası yoxdur. Amma Quran-ı Kərim elə möcüzədir ki, qiyamətə qədər onu göstərə bilərsən ki, deyil Quran. Görsən ayəni. Böyük bir möcüzədir bu. Ona görə Allah Subhanahu Teala fikir verin, hikmətidir Allahın. Hər birinə möcüzə göndərirdi, o möcüzə ilə o qövmlə də qalırdı. Sonraki nəsillər yavaş-yavaş təhrif edirdilər, inanmırdılar. Amma Quran-ı Kərimi inkar eləmək mümkün deyil. Quran-ı Kərimi məhv eləmək mümkün deyil, Allah da bunu qoruyan. Quran-ı Kərimin möcüzəsi nədən ibarətdir? Əsas ləfzindən Allah Subhanahu Teala elə ləfz, elə sözlər istifadə edir ki, ərəblər onu öz sözlərində, şeirlərində, cümlələrində istifadə etməyib. Elə sözlər olur ki. Məsələn, ərəblər çəkidə və yaxud pulda, hesabda allatmağa qış deyilir. Deyirlər ki, lə təğış, allatma. Köbud desə, atma mənə. Və biz gəlib onlara deyəndə alıb, neysə aldıqda deyəndə ki, lə tutaffif, onlar bizi başa çıxmırdılar. Tutaffif Quranın sözüdür, Mutaffifin surəsi. Səkidə alladanlar. Tutaffif deyəndə başa düşmürdülər. Deyir, o nə deməkdir? Quranı bilən bilirdi, başa düşürdü. Amma Qurandan xəbər olmayan tutaffif deyən kimi sizin başa düşmürdü ki, bu nə danışır, nə tutaffif? Deyirdim, bədbəxt, tağış, alladırsan. Tutaffif deyən sözdür, burada Quranda gəlib. Tutaffif daha sərtdir. Qış elə-belə allatma. Ancaq tutaffif daha sərtdir. Allah Subhanahu Teala'nın müraciətidir. İkincisi, düzülüş qaydası. Odur ki, Allah Teala Quran-ı Kərimi düzülüb, başqa cür onu dəyişdirmək, başqa şəkildə düzmək mümkün deyil. Məna da etəcək, ifadənin gözəlliyi də etəcək. Düzülüşü də möcüzədir. Üçüncüsü, mənanın özü, bəlağət, fəsahət çox yüksək səviyyədir. Ərəb dilinin danışığı ən aşağı səviyyədir, sonra şeir, orta səviyyə, Quranın özü isə ən yüksək səviyyədir. Dördüncüsü, Quran-ı Kərimdə Allahın isim və sifətləri qeyd olunur. Ki, bu isim və sifətlər doğrudan da böyük mənaya malikdir, lakin bizə onun ancaq zahiri mənası məlumdur. Və sonuncu, əsas möcüzələrdir. Quran-ı Kərimdə həm keçmiş, həm indiki, həm də gələcək olan hadisələr barəsində qeyd olunur. Bir məsələyə də toxunaq, bununla da bu yumuşaq mövzunu bitirək. Peyğəmbərlərin məsum olması. Oturacaq. Peyğəmbərlərin məsum olması. Məsum dedikdə nə başa düşülür? Mütləq Qurana müraciət eləmək lazımdır ki, Allah onları hansı sahədə məsum olduqlarını göstərir. Dünyavi sahəyə hamısı səhv edə bilər. Dəfələrlə Peyğəmbər s.ə.v səhv edib. Səhv fikir söyləyib. Xurma ağacının calanması məsələn. Calayır, xurma bar vermir. Deyir ki, mən dünyavi işlərin təcrübəm yoxdur. Gedin necə istəyirsin. Amma din sahəsində Peyğəmbər s.ə.v günah edə bilməz. Allahın əmanətinə xəyanət edə bilməz. Nəyə görə Allah təala deyir ki, Peyğəmbərlərə iman gətirin. Çünki onların gətirdiyi, onların dediklərində səhv ola bilməz. Allah təala necə deyir, onlar belə ümmətə çatdırırlar. Xəyanət etmirlər. Bu birinci mərhələ. Allah tərəfindən gələn təbliğatı necə var elə çatdırırlar. Burada onlar günah edə bilməzlər, xəyanət edə bilməzlər. Və bir şey qeyd edirəm ki, yalnız Peyğəmbərlərdir məsum olan. Nə sufilərin şeyxi, nə hansısa bir imam, nə hansısa bir müştəhid, nə hansısa bir Krişnayid, nə məsum ola bilməz. Olsaydı, 6000 ayənin içərisində heç olan bir ayə olardı ki, desin ki,
müştəhid iman gətirir. Nə bilim, əfəndiyə, sufilərin əfəndisinə iman gətirir. Nə bilim, sahabiyə iman gətirir. Çünki sahabə masumdur. Belə bir ayət. Çünki insanlar xəta edə bilər. Ancaq Peyğəmbərlər yox. İnsan Quran ayəsini oxuyanda xəta edə bilər. Peyğəmbər isə xəta etmir Quran ayəsində. Bu barədə oxuyur. Şimdi fikir verin. Bu təbliğ məsələsidir. Xəta etmirlər. Amma ki qaldı bu məsələdə o ki qaldı onların, Peyğəmbərlərin Allah tərəfindən onlara bəyan gəlməmişdən əvvəl xəta etmələrinə. Bu özü də iki qismə bölünür. Böyük günahlar etməsi mümkün deyil. Allah Subhanahu Teala onları qoruyur. Böyük günahlardan, şirkdən, küfürdən. Amma kiçik xətalara yol verməyə mümkündür. Kiçik xətalara yol verməsi də Allahın hikmətindəndir ki, o xətanı edib, sonra o xətanı düzətsin və ümmətə bildirsin ki, belə xəta etdikdə necə düzətmək lazımdır. 4 rəkətli namazdır, 2 rəkət qılır, səhv edir. Sonra qalxır 2 də qılır, səhv səzdəsi edir. Göstərsin ki, belə vəziyyətdə nə etməlisən? Kör gəlir, üzünü söndürür, qəbilənin rəisinə dəvət edir. O niyyətlə ki, o qəbul etsə, bütün qəbilə qəbul edəcək. Allah Teala ayə nazil edir, onu qınayır ki, sən nə bilirsən, bəlkə onu təbliğ etməyin daha əfzəldir. Və s. İctihad edib hər hansı bir xətanı edə bilərlər. İndi fikir verin, Adəm aleyhissalam ictihad edir ki, cənnətdəki o ağacdan yesəm, əbədi burada qalaram. Şeytanın sözü ilə ictihad edir və səhv edir, xəta edir. Lakin xətanı ardıycan dərhal tövbə edir. Peyğəmbərlərin yolu belə olub. Xəta etsələr, dərhal tövbə edərlərmiş. Çünki bu xəta əvvəla onlara təbliğ olunmamışdan əvvəl ictihadların nəticəsində olur. Və görəndə ki, səhv ictihad ediblər, dərhal tövbə edirlər. Adəm aleyhissalam deyir, Rabbənə zələmnə ənfusənə və əlləm təxfir lənə və tərhəmnə lənəkunənə minə xasirin. Biz nəfsimizə zülm etdik, bizi bağışlamasan, rəhm etməsən, biz ziyana uğrayanlardan olaraq. Nuh aleyhissalam oğlu batır, ictihad edir ki, oğlumdur, Allah kimi olsun, çıxardım onu gəmiyə, təbliğ edərəm, dini qəbul edər. Lakin Allah Teala deyir ki, məndən belə bir şey soruşma. Əizükən təkunə minəl cahilin. Sənə nəsiyyət edirəm ki, belə şey soruşmayasan, olsa cahillərdən olarsın. Bu ictihad etdi, lakin səhv etdi. Dərhal görün nə deyir? Deyir ki, qalə Rabbi əuzu bikə ən əsələkə mə leysə li bihi ilmun və illə təxfirli və tərhəmni əkun minəl xasirin. Ey Rəbbim, mən sənə sığınıram o şeydən ki, bilmədiyim bir şeyi soruşmağa görə sənə sığınıram. Bəni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram. İbrahim aleyhissalam söz verir ki, atasına, atası üçün bağışlanma diləyəcək Allahdan. Lakin atası müşrik idi. Allah subhanahu teala qadağan etdikdən sonra dua edir, deyir ki, وَالَّذِي أَتْمَعُ أَنْ يَغْفِرَ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ. Mən deyir, çox istəyirəm ki, Rəbbim qiyamət günü mənim günahlarımı bağışlasın. Musa aleyhissalam o da dua edir. Əntə vəliyyünə fəğfir lənə vərhəmlə və əntə xayrul qafirin. Sən bizim vəlimizsən, bizi bağışla, bizə rəhm etsən, bağışlayanların ən xeyirlisisən. Bütün Peyğəmbərlər Allahdan bağışlanma diləyib. Peyğəmbər s.ə.v də gün ərzində 100 dəfə Allaha tövbə edib bağışlanma diləyib. Peyğəmbər s.ə.v deyir, mənim bilib etdiyim və bilməyib etdiyim günahlara görə məni bağışla. Peyğəmbərlər məsumdurlar. Yalnız o zaman ki, onlara artıq o məsələ barəsində Allah tərəfindən xəbər verilsin. Ondan sonra bəli, onlar o günahı etmirlər. Amma o vaxta qədər hər hansı bir Peyğəmbər səhvə yol verə bilər, Allah tərəfindən ona
bəyan gəldikdən sonra isə bir daha o səhvə qayıtmırlar. Bunu yaxşı yadınızda saxlayın ki, deməyəsiniz ki, Peyğəmbərlər mütləq şəkildə məsumdurlar. Anadan gəlmə heç bir günah etməyiblər, heç bir səhvə yol verməyiblər və deməyəsiniz ki, Allah Subhanahu taala onlara xəbərdarlıq etdikdən sonra da belə onlar səhv ediblər. Və bu məsələ çox incə məsələdir. Allahdan istəyim budur ki, Allah Subhanahu taala bizi Peyğəmbərlərə oxşayan qövm etsin. Onlar kimi Allahı sevib, Allaha ibadət edək, onların yolunda olaq. Subhanəkallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və etûbü ileyk. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcmain. Peyğəmbər s.ə.v bu hədisi məşhurdur, hamınız bilirsiniz. İnsanın 4 şey ilə xoşbəxt olması barəsində danışır. Deyir ki, hər bir müsəlman 4 şey ilə xoşbəxt ola bilər. 4 şey əldə etsə, xoşbəxt olar. Yaxşı ev, yaxşı minik, gözəl həyat yoldaşı, hər tərəfli xasiyyət və bir də yaxşı qonşu. Bunun tam əksi olan şəxs bədbəxt olur. Bu dəlildir ki, insan gərək tərki dünyalığa meyl etməsin, zahid olmasın. Dünyanı yerdən çıxarmaq olmaz, dünyanı da əldə etmək lazımdır. Lakin onun həddi var. Həddini aşdıqda şeytan səni uçuruma aparar. Göz bağlanır, ancaq dünya malı, dünya malı, dünya malı. Bir də gözü açırsan ki, ölürsən, elə dünya malı dediğin şeylər hamısı burada qalıb gedirsən. Heç bir fayda da əldə edə bilmirsən. Sonra mən bilmirəm, müəllif bunu bura niyə salıb? Buxari rahiməhullah. Yəni, əxlaq mövzusuna. Deyir ki, Peyğəmbər s.ə.v qiyamət o zaman qopacaq ki, insanlar evlərini ornamentlərindən bəzəyəcəklər. Evin içində müxtəlif figurlar, şəkillər və s. və s. evin gözəlləşməsi üçün. Ya yanacaqlar daşdan, taxtadan, ya neysə yapışdıracaqlar. Bu cürünü etdikdə bir-birinə bəhsə girib. Qiyamət qopacaq. Evi bəzəmək olar. Şəriətin qoyduğu qayda qanunla. Amma bütlə, şəkillə evi bəzəmək haramdır. İslam bunu yol vermir. Bu çox gözəl hədisdir. Peyğəmbər s.ə.v deyir ki, heç biriniz cənnətə öz əməli sayəsində daxil olmayacaq. Özünüzə arxayın olmayın ki, gecə gündüz ibadət edirəm, hər gün təravihə gəlirəm, yatmıram, dərsə qulaq asıram, kitab oxuyuram gecə gündüz. Buna arxayın olmayın. Bəli, bunları eləyin və yadınızda saxlayın. Hər vərəq kitabdan oxuduqca, hər addım məscidə atdıqca, hər 2 rükət təravih qıldıqca cənnətdə yeriniz genişlənir. İnşallah cənnətə düşsəniz, cənnətdə olan yeriniz genişlənir. Nəyə görə o yeri genişləndirməyəsiniz? Ondan məhrum olasınız. Nə üçün? Çalışın, onu genişləndirin. Geniş olsun oradakı yeriniz. Amma cənnətin özünə daxil olmaq Allahın rəhməti ilə olacaq. Sahabələr deyir, hətta sən ya Rasulallah, sən də Allahın rəhməti ilə cənnətə daxil olacaqsan. Deyir, hətta mən də Allahın rəhməti ilə cənnətə daxil olacaq. Bir dəfə sizə danışmışam ki, İsrailiyyətdə gəlib bir nəfər şəxsi gətirəcəklər qiyamət günü, 500 il ibadət edib. Allah Taala deyəcək ki, mənim rəhmətimlə cənnətə daxil ol. Deyəcək ki, yox, ya Rəbb, əməllərimin sayəsində cənnətə daxil olmaq istəyirəm. Deyir, axı, sənin əməlin heç nədir? Sən heç nə etməmişsən mənim üçün. Əməllərini tərəzinin bir gözünə qoyur, bunun gözünü bir gözünə. Yalnız göz əməllərindən ağır gəlir. Başqa bədən üzvləri, nə qədər insanın bədənində əl, ayaq, göz və s. Allahın verdiyi nimətlər var.
orqanlar. Bunların hamısını Allah Subhanahu teala bizə verib, bundan bizi məhrum etməyib. Buna baxmayaraq, onun üçün gün ərzində 2-3 saat heç olmasa ibadət etmək, namaz qılmaq, oruç tutmaq, kitab oxumaq, elm, dəvət və s. ilə məşğul olmaq yenə bizə ağır gəlir. Bu bizə ağır gəlməyə də bilər. Şeytan buna qoymur, imkan vermir ki, fikirləşəsən ki, axı şeytandır sənin qabağını alan. Biraz can atsan, biraz çətinliklərə səbr edib o mərhələləri aşsan, görəcəksən ki, hamısı yağ kimi gedir. Heç bir maniyə, artıq şeytan səndən qorxub qaçır. Necə ki, Ömərin yolunun üstünə çıxanda şeytan o yolu tərk edirdi. Ömər o yolla getdikdə şeytan o yolu tərk edirdi. Necə ki, alimlərdən də şeytan qorxur. Eləcə də siz çalışsanız, yərhamukallah, sizdən də şeytan elə qorxar. Sonra başqa bir hədisdə bu yumuşaqlıqdan danışır Peyğəmbər s.ə.v mülayimlikdən. Deyir ki, mülayim olana Allah s.ə.v çoxlu xeyir verər, hikmətli olar. Sərt olana isə o xeyirdən məhrum edər. Lakin baxsanız Peyğəmbər s.ə.v-in həyatını görərsiniz ki, elə anlar olub ki, Peyğəmbər s.ə.v qəzəblənib, sərt olub ki, onun kimi heç Ömər qəzəblənməyib, o cür sərt olmayıb. Elə anlarda olub ki, elə şəkildə mülayim olub, onun kimi heç bir səhabə mülayim olmayıb. Ənəs radiyallahu anh deyir ki, Peyğəmbər s.ə.v-in zövcələrinin hamısı elə biri olmayıb ki, üstümə qışqırmasın, deməsin ki, niyə bunu belə etmədin, niyə belə etdin? Amma Peyğəmbər s.ə.v 10 il ona xidmət etdin, bir dəfə də demədi ki, niyə belə etdin və ya niyə bunu belə etmədin? Uşağa qarşı olan mülayimliyə. Amma gəlib ona dedikdə ki, sahabələr, bizim üçün də bir ağac seç, o ağacdan biz qılınclarımızı alsaq və bununla bərəkət istəyək. Qılınc və ya əski fərqi nədir ki? Eyni şeydir. Rasulullah s.ə.v qəzəblənir. O qədər qəzəblənir ki, fikirləşirlər ki, niyə görə biz bu sualı verdik buna? Kaş elə belə sual verməzdik. Dünən dedim o Ömər radiyallahu anh gətirir Tövratdan bir parça, bir ayə. Peyğəmbər s.ə.v qəzəblənir. O qədər qəzəblənir ki, Rasulullah s.ə.v də çox utancaq idi. Qəzəblənəndə səsini ucadan qaldırmazdı. Yanaqlarının qızarmasından səhabələr bilirdilər ki, artıq bu qəzəblənir. Qəzəblənir və Ömər radiyallahu anh o dəqiqə başa düşür. Deyir, raditu billahi rabbən və bi İsləmi dinə və bi Muhammedin s.ə.v nəbiyyən. Allahın bizim Rəbbimiz olmasına, Məhəmmədin Peyğəmbər olmasına və dinimizin İslam olmasına biz razı qaldıq. Rasulullah s.ə.v həmsinin sahabələrini indi eşidəcəyiniz şeylərdən də çəkindirib. Deyir ki, ey ümmətim, sizdən əvvəlkiləri 3 şey məhv etdi. Bir-birinin qanlarını axıtması, qohumluq əlaqələrini kəsməsi və bir də zülm etməklə zülmətə daxil olması. Qiyamət günündə onlar zülmətdə olacaqlar. Sonra da əmr edib deyir ki, fahiş işlərdən, fahiş dedikdə hər şey ora daxildir. Zinakarlıq, oğurluq, içki və s. və s. bütün günahlar ora daxildir. O işlərdən çəkinin, Allah subhanətə alə o cür işlər törədənləri sevmir. Həmsinin bilirsən, elmin var, ola bilər sənin elmin hansısa səviyyədədir, yüksək səviyyədə. Lakin sənin qarşındakı o səviyyədə deyil. O qarşındakına çatdırmaq üçün onun dilində başa salmalısan. Görsən ki, o zəifdir, neyəsə tab gətirmir, onu yükləməməlisən ki, bunu belə eləməlisən. Bunun zəifliyi buna yol vermir. Tab gətirmir, bunu edə bilmir. Məsələn, bir səhifə oxuyur kitab, ondan artıq oxuya bilmir. Sən yüklürsən ki, 500 səhifə oxumalısan, özün kimi. Özünlə onu müqayisə edirsən. Amma görün Peyğəmbər s.ə.v nə deyir? Deyir, yəssiru və lə tuassiru. Asanlaşdırın, çətinləşdirməyin. Və səkkinu və lə tunaffiru. Özünüzə cəlb edin, sevdirin insanlara. Özünüzdən uzaqlaşdırmayın.
özünüzə qarşı nifrət oyatmayın. Onları məcbur etməklə, onlara zülm etməklə, çətinləşdirməklə və s. və s. şəriətə zidd olan hərəkətlə. Sonra hər hansı bir əmlakin varsa, canlıdır, cansızdır, onu tez xərcləməyə çalışma ki, sabah ölərəm, xərcləyə bilmərəm. Allah yolunda xərcləyə bilərsən. Ancaq o niyyətlə ki, sabah ölərəm, birdən xərcləyə bilmərəm, belə fikirləşmə qadağandır. Peyğəmbər s.ə.v görür ki, bir nəfərin atı doğub təzə. Bir neçə aylıq atı kəsir, yiyir. Deyir, nə inirsən? Qoy bir böyüsün, at olsun. Deyir, bəlkə heç mən onu o böyüyənə qədər sağ qalmadım. Mən heç onu minə bilmədim. Ona görə kəsdim indi kəsdim ki, yiyə bilim. Mənə qismət olsun. Rasulullah s.ə.v də qadağan edir. Deyir ki, Allah s.ə.v bu cür nə işləri qadağan edir. Belə iş görmək olmaz. 10 minim var, tez 2000 həccə, 3000 nə bilim, yetimlər evinə, 2000 nə bilim hara, 3000 hara pul qutardı ki, bizdən xərcləyə bilmərəm. Əksinə işi elə qurmalısan ki, sənə neysə olsa,